Müəllimliyə aparan yol yüksək biliklə yanaşı, artıq ödəniş də tələb edəcək. Söhbət təhsil verənlərin işə qəbul imtahanlarının pullu olacağından gedir. Bu ildən etibarən müəllim olmaq istəyən namizədlər imtahanda iştirak üçün ödəniş etməli olacaqlar. Bununla bağlı artıq ümumi təhsil haqqında qanunda dəyişiklik də edilib. Müəllimlər isə imtahanların ödənişli olacağından sözün əsl mənasında narahatdılar. Onların fikrincə vakant yerlər azdır. İmtahan verərək arzu etdikləri məktəbdə işlə təmin olunmaq isə mümkünsüzə çevrilib. Ödənişli imtahan məsələsi də stres və gərginliyi daha da artırıb. Mən düşünürəm ki, müəllimlər onsuz da hazırlıq prosesindən keçdikləri üçün yetərincə stres altında olduqlarını düşünürəm və yüksək rəqabət olduğu üçün müəllimlər qarşısında maddi maneələr yaratmaqla deyil, inkişafları üçün şərait yaratmaq daha düzgün olacağını düşünürəm. O ödənişə əlavə eləməklə belə düşünürəm ki, biraz bərabərlik prinsipi pozulur. Məncə ödəniş, yəni 20 manat civarı olsa, hamı üçün əlçatan olacağını düşünürəm. Mənim düşüncəmə görə müəllimlik böyük məsuliyyət daşıyan, sosial məsuliyyət daşıyan bir peşədir və xüsusilə gənc müəllimlər üçün bu müəyyən çətinliklər yarada bilər. Düşünürəm ki, imtahanın daha əlçatan olması müəllimlərin motivasiyasına müsbət təsir göstərə bilər. Təhsil eksperti Elmin Yaqubbəyli deyib ki, bu qərar müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və digər bənzər nüanslarla əlaqələndirilir. Lakin bu cür yanaşma yanlışdır. Ekspert hesab edir ki, xüsusən MİQ imtahanlarında iştirak edənlərin məsuliyyətini artırmaq üçün alternativ variantlar tapmaq mümkündür. Məsuliyyətsiz olanların bir növ qarşısını almaqdır. Bu bir növ texniki baxımından doğru görünsə də, belə deyim, filtrasiya illüziyası yaranır. Çünki fərz edək ki, çox savadlı deyil, amma ödəmə qabiliyyəti var, müəllim imtahanında iştirak edir və yaxud da ki, tam tərsi savadlıdır, istedadlıdır, amma ödəniş eləmə qabiliyyəti yoxdur, ödəniş edə bilmir, ona görə də imtahandan kənar qalır və ümumiyyətlə məsuliyyətsiz girişlərin olmasının səbəbi bu yenə də təkcə müəllimdən asılı olan bir məsələ deyil. Yəni burada sistem elə qurulmalıdır ki, nəzarət mexanizmi elə qurulmalıdır ki, yəni seçimdə bu tip hallar olmasın. Ekspert xarici təcrübəyə də diqqət çəkib, bildirib ki, bəzi ölkələr təhsildə maliyyə bariyerinin olmadığını tətbiq etsə də, bu kimi metoddan istifadə edən ölkələr də mövcuddur. Məsələn, biz normalda dünya təhsilində biz baxırıq ki, Finlandiya sistemi deyirik, Sinqapur var, Koreya sistemi var və yaxud da Böyük Britaniya. Məsələn, Sinqapurda və Koreyada da bu var, amma rəqəmlər simvolikdir. Və yaxud da ki, Böyük Britaniyada da bu var, amma qurum tərəfindən bu